Baş sponsor, süfrənizin bəzəyi, bizim tarla məhsulları. Sponsorlar, xörəklərinizin əsl dadı Azərduz, Aura mətbəx qabları, Eurolux məişət əşyaları və Bəyaz Südün təqdimatında Nuş Olsun proqramı reklamlardan sonra davam edəcək. Bu əyləncənin səbəbi nədir? Dartılan yan bantları, ortası daraldılmış, incəldilmiş və möhkəm cırt-cırtlarıyla Molfix var. İdeal ölçülü Molfixlə sevincli körpələr, təbii gülüşlər. Arxayınlıqla istifadə edirəm. Təşəkkürlər Formula 7. Siz də arzuladığınız çəkini sağlam yolla əldə etmək istəyirsinizsə, Formula 7-dən istifadə edin. Dadlis laboratoriyalarından və Əndər Saraçdan Formula 7. Aşımın ne kadırsın? Nerede hanım? Nerede? Elbette ki Capsella'da. Capsella'da Türkiye'de istehsal olunan pərdelər təklif olunur. Hətta fərqli dizaynla modellər sifariş edə bilərsiniz. Ünvan Şərifzadə 203, telefon 434 64 04. 23 iyun saat 19'da Aura Sarayı'nda möhtəşəm gecə olacaq. Gecədə Namiq Qaraçuxurlu, Şeron qrupu, Sevda Yahyayeva, Nadir Qafarzadə, Namiq, Nura, Elnur, Samira, Manana, Abbas, Röya və Faiq Ağayev. Baş sponsor Aura Şadlıq Sarayı. İnformasiya dəstəyi Araz Radiosu. Təbii məhsullardan hazırlanmış. Müasir avadanlıqda istehsal olunan. Təbii məhsullardan hazırlanmış. Gigiyenik standartlara uyğun. Bizim süfrə mayonezini sizlər üçün hazırladıq. Hamı məmnun qalacaq. İndi də yeni zeytunlu və limonlu çeşidləri. Ağcı qanadların əlindən bezmisiniz? Raid mayesi sizi gecənin dəhşətindən xilas edəcək. Raid ilə gecəniz xeyrə. Beləsini Aktivia'dan heç kim gözləmirdi. Yetişmiş meyvələrdən çəkilmiş, bol-bol meyvə şirəsi və zərif yoğurt. Bu mövsüm üçün xüsusi olaraq təqdim olunan çeşidləri qarşılayın. İndi daha çox seçim. Activia Fresh. Həzmə kömək edir, həm də sərinlədir. Təbii məhsullardan hazırlanmış. Müasir avadanlıqda istehsal olunan. Təbii məhsullardan hazırlanmış. Gigiyenik standartlara uyğun. Bizim süfrə mayonezini sizlər üçün hazırladıq. Hamı məmnun qalacaq. İndi də yeni zeytunlu və limonlu çeşidləri. O Leyla'nın nişan almıştı. Lakin ona imkan vermək lazım değildi. Leyla zirehli jiletini geyinməmişdi. Axı mən bunu hardan bileydim, hə? Elimki pulları ver. Sən Zibir. Qulaq as, qulaq. Buradan heç yerə getmək yaxşı. Mənim acım içərdədir. Yüzün ələ al, sakitləş. Hər şey yaxşı olacaq, bildin? Girov götürmə və qarətə görə ən azından 25 il həbs cəzası verilir. Mikayel, sənin işin bitib. Təslim ol. Arxaya keçin və oradan içəri girin. Yoxlamışıq. Nə istəyirsin eləyin. Polis, tərpənmə. Ver bura, ver dedim. Marino, ehtiyatlı ol. Həmişə döyüşə hazır vəziyyətdə olan Birləşmiş Ştatlar Dəniz Piyada Qoşunları qədim, eyni zamanda şərəfli işə həyata keçirir. Döyüşlərdə birincilik şüarı Dəniz Piyada Qoşunlarının əsas devizidir. Çünki bu qoşunlar digər silahlı qüvvələrin yolunu açmaq üçün döyüş meydanı və limanları düşmənlərdən təmizləyir. 1965-ci ildə Vyetnam yaxınlığında olan hərbi dəniz bölmələri Birləşmiş Ştatların 7-ci donanmasına məxsus gəmilərə yerləşdirilib. Ənənəvi tapşırıq və donanmanın Vyetnam ərazisinə yaxınlığını nəzərə alaraq, dəniz piyada qüvvələrinə əmr verilir ki, Birləşmiş Ştatlar qüvvələri arasında birinci olaraq Cənubi Vyetnam ərazisinə onlar daxil olsunlar. Səyyah bu həftədə səyahətindən qalmadı.
da qalanın divarlarıdır. Hələ ki görsənən tərəfi uçqun bir vəziyyətdədir. Ağammə kişinin ifasında fitlə sona bülbüllər. Ürəyə qalxsın nə deməkdir? Ürəyə qalxsın belə yaxşı olsun. Yaxşı hərəkət etsin. Ürəyə ağzına gəlməsin. Gözləyin. Bunlar və daha maraqlıları Səyyahda.